Hamıya salam, mən Mələk. Bugün sizlərə bir günüm təmizlik vloqumu göstərmək istədim. Çünki mənə ən çox gələn suallardan məhz biri də təmizlik vloqu niyə paylaşmırsınızdır. Dedim bugün niyə də olmasın. İlk öncə başladım paltarları paltaryana qoymaqla. Yəni qarışıq paltarları yurdum və burada vaniş üçün ürəyim gedir. Çünki vaniş həqiqətən çox yaxşı bir formada paltarların üzərindəki olan ləkələri təmizləyir və ağardır. Yəni çox gözəldir. Harda görsəz mütləq ki alın. Və onu da deyim ki, burada paltarların yuyulma dərəcəsini seçirəm və artıq saatını isə özüm müəyyənləşdirir. Ondan sonra isə keçirəm özümə bir stəkan çay süzməyə. Ümumiyyətlə işə başlamazdan öncə isti bir çay içən zaman enerjim tam özünə gəlir. Dedim çayımı içim, daha sonra isə başlayım işlərə. Deməli evə bazarlıq etmişdik kiçik bir formada. Bir alış-veriş eləmişdik. İstədim onları da sizdən bölüşüm. Deməli belə bir Maggidən qarışıq ədviyyat var. Hər zaman demək olar ki, mən bunu alıram. Çox bəyənirəm. Pişiyimiz üçün belə bir yaş yemək almışıq. Galina Blanca. Mən ümumiyyətlə Galina Blanca'nı dəhşətli dərəcədə çox istifadə edirəm. Yeməklərə falan çox sevirəm də, yəni bu bulyonu. Və alan zamanda çox zaman bu formada alıram. Bunun bir neçə növləri var, yəqin ki bilirsiniz. Duzlu olan növü, yağlı olan növü. Çox zamanda mən baxın bu yağlı olan növünü alıram. Sonra belə bir Orbit'dən satdım. Pistəşka. Duzlu olanı daha çox favorimdir. Yəni belə bir pistəşka da götürmüşük. Belə bir konfetlər. İçərisi biraz jelibon dadını verir. Yoldaşım daha çox xoş görür. Onun üçün belə bir konfet. Olmazsa olmaz Mentos. Və başladım artıq işlərə. Hansı ki kartof və soğanı qoyduğum belə bir səbətlərim var. Onların üzərinin bütün tozlarını alıram. Hansı ki silibinin bu salfetləri mənim işimə çox yarayır. Baxın bu formada təmizlədikdən sonra mən belə bir parçaların içərisinə kartofları yığıram. Belə olduğu zaman kartoflar çox gec bir formada xarab olur. Yəni daha çox uzun ömürlü qalır. Soğanları isə belə adi bir formada həmin səbətlərin içərisinə yığıram. Ümumiyyətlə təmizlik videolarını izləmək mənə ayrı bir zövq verir və dedim, belə bir videonu mən də çəkim. Həqiqətən də çox zəhmətli bir işdir. Yəni bir saatda təmizləyə biləcəyim yeri mən 3-4 saatda həmin təmizlədim. Çünki bayağı bir vaxt alır, həmin o rakuslar və s. Burada biraz olan şirniyyatları əlavə edirəm və bu pistaşkanı da belə bir qaba tökürəm. Duzlu pistaşka bizim evin əvəz olunmaz bir məhsuludur və davamlı olaraq biz alırıq və stokluyuruq və təzə olunmağına da daha çox diqqət edirəm. Belə olduğu zaman daha dadlı olur və digər aldığımız məhsulları və mən soyuducuya yerləşdirirəm. Həmin etapları da burada sizlərlə bölüşürəm. Əvvəllər mən ədviyyatları və s. mən qoyurdum şkafın içərisinə. Amma son zamanlar gördüm ki, mənim qışlama əlaqədardır, ya bilmirəm. Daha çox nəmlik çəkməyə başlamışdı. Ona görə soyuducuya qoyduğum zaman daha çox yaxşı bir formada istifadə edə bilirəm. Burada gördüyünüz bütün mən tərəvəzlərin hər birini belə bir parçalara bükürəm. Parçaları bükmək qeyd etdiyim kimi onların ömrünü daha da uzadır və onları daha təzə saxlayır. Burada mən qabları qab yana deyil də və əlimlə yumağa üstünlük verirəm. Deyirəm ki, onsuz az qabdır, olacaq, amma yuduqca qablar çıxmağa başlayır. Ümumiyyətlə qab yuyan həqiqətən insanın işini çox asanlaşdırır. Yəni nə yaxşı ki mən qab yuyan almışam. Yəni həqiqətən bir insanın, bir qadının işini asanlaşdıracaq vasitələrdən biri də məhz qab yuyandır. Amma burada qablar həqiqətən az olduğundan dedim əlimlə yuyum və məndə belə bir xasiyyət var ki, qabları yaş sablamağı əsla və əsla sevmirəm. Buradan yudumsa, buradan da silməliyəm, onları və yerinə qoymalıyam. Yəni, onlar orada saatlarla məni gözləyə bilməz və xoşum gəlir ki, qabları belə Türklər demiş, şopurda köpükləndirənə qədər mən onları yuyum və
ən sonda da həmişə qabları yuduqdan sonra moykanın içərisində mən dezinfeksiya edirəm, yuyuram. Yəni bu mənə hardan keçib? Hər dəfə, yəni hər gün bizim bu moykanın içərisi mütləq ki sürtülür və yuyulur. Yəni mən onu digər bir günə keçirmirəm. Nə qədər yorğun olsam belə mütləq həm tualeti, həmçindəki bu moykaların içərisini mən təmizləməliyəm. Belə olduğu zaman düşünürəm həm gigiyenik cəhətdən təmiz olur və heç bir saralma və s. burada olmur. Və qablarımı burada gördüyünüz kimi mən yuyuram və belə bir fırça əldə etmişdim. Həqiqətən bu fırça çox yaxşıdır. Harda görsəz mütləq ki alın. Mən bunu səhv etmirəmsə xırdavatdan almışdım. İçərisinə deterjan tökmək olur və yağlı qablar olduğu zaman baxın həmin o fırçası ilə yaxşı bir formada yuyuram. Ondan sonra keçirəm qubqalı olan maçalkalara, hansı ki onlarla da yaxşı formada köpükləndirib elə yuyuram. Yəni yağ bir var ki ya qubqanın üzərinə, hopa bir də var ki fırçaya. Çünki fırçanı yumaq daha asandır. Burada qabımı da yuyuram sonuncu və artıq keçirəm digər işlərimə. Onu deyim ki, mən sizə dediyim kimi qabları yudummu mütləq ki silməliyəm. Onların hər birini silirəm, qoyuram kənara. Daha sonra isə yerləşdirməyə başlayacağam. Düzü videolar çəkən zaman həmişə estetik olmağına daha çox önəm verirəm. Amma ki, inanın o qədər çox yorğun idim. Yəni videoların hər birinə daha çox diqqətli yanaşa bilməmişəm. Yəni bəlkə də videolar sizə daha gözəl, gözünüzə xitab edə bilər. Amma mənim o estetik gözüm ki var. Mənə görə bu videolarda birazcıq məncə əskiklər var. Lakin bu rakusu daha başqa yerdən qoyub çəkə bilərdim. Amma ki, mən bu videonu qabları silib qutardıqdan sonra baxmışam və görürəm ki, rakusu düzgün yerə qoymamışam. Və durub təzədən qabları silə bilməyəcəyim və həmin kadrları geri qaytara bilməyəcəyim üçün bundan idarə edəcəyik. Amma gələn videolarda mütləq ki buna diqqət edəcəm. Və qızlar, mənə sizlər çox gözəl bir formada video fikirləri verirsiniz. Çox istərdim ki, bu videonun da rəy bölümünə mənə hansı videoları çəkməyimi istədiyinizi yazsanız, mən çox sevinərəm və həmin o videoların hər birini mən mütləq ki özümdə qeyd edirəm. Həmin o videoları və başlayıram sizlər üçün çəkməyə. Gördüyünüz kimi burada moykamın içərisini çox yaxşı bir formada sürtürəm. Yəni mütləq ki mənim moykamın içərisi sürtəcək, o ağarana qədər onu sürtməliyəm. Və ən sonda həftədə 2 və 3 dəfə həmin bu qaralan yerlərə mən mütləq xlor əlavə edirəm. Xlorda bir gecə qalır və səhər durduğum zaman ağappaq olur. Yəni sözün əsl mənasında xlor buranı təmizləyir. Və qızlar, əminəm ki, siz bu tip videoları izləməyi çox sevirsiniz və bacardığım qədər sizə həftədə ən azı 2-3 dəfə video paylaşmağa çalışıram və bəzənsə, yəni hava durumu, xəstəlikləri və s. məndə olan yorğunçuluq o qədər təsir edir ki, yəni video editləməyə həqiqətən də zamanım və enerjim olmur. Yəni bəzi videolar var ki, həqiqətən onlar o qədər həvəslə çəkmişəm, amma ki editləmək üçün müəyyən bir zamanım olmur. Çünki bu videoların hər biri ən azı 2-1 saatlıq olan videolardır və onlardan yalnızca sizin üçün 8-10 dəqiqə civarında videolar düzəltməyə çalışıram. Bu videolar üzərində baya bir montaj işləri aparıram. Əgər bilsəm ki, siz uzun videolar izləməyi çox sevirsiniz, İnanın videoları daha çox uzun edərəm. Bəzən düşünürəm ki, videoları 20 dəqiqəlik falan etdiyim zaman bəlkə izləyicilərim sıxılar. Bu düşüncə məndə olduğuna görə videoları çox da uzun edə bilmirəm. Burada zibil qutumun üzərində baxın, tərtəmiz edirəm. Zaten biz zibil qutusunu həftədə 2 dəfə həyətdə su ilə yuyuruq və qurumağa qoyuruq. Ondan sonra evə alıram. Amma belə də üzərini mütləq ki təmizləyirəm və içərisinə yeni bir zibil kloku da əlavə edirəm. Mənə sual versəz ki, ev təmizləməyi mi daha çox sevirsən, yoxsa yemək hazırlamağı mı? Mən deyərdim yemək hazırlamaq və əsasən də şirniyyat hazırlamağı çox sevirəm. Ev təmizliyi dərkən uşaqlıqdan bəri hər şeyin hazırda nazir olduğuma görə bu biraz mənə çətin gəlir. Çətin dediyim zaman, yəni etdiyim, əlimi bir işə atıramsa, mütləq ki həmin hər bir şeyi mən 4 dörtlük etməliyəm. Yəni o iş mütləq ki mükəmməl olmalı. Yəni alabaşına, gülbaşına əsla etmərəm. Elə bir xasiyyətim əsla yoxdur. Bir uborkaya başladımsa, yəni həmin işi yekunlaşdırmamış əl çəkmərəm. Təmizlik video mənim bu qədər idi. Əgər bəyəndinizsə rəy bölümündə mütləq ki qeyd edin. Gələn videolarda görüşənədək məndən bu qədər. Hələlik.